Gece saat 12'dir. Nuray üçün tortumuzu yığdım, qoydum soyuducuya və indi balığımıza tort hazırlayıram. Biz keçən il balığımızı Nurayın ad günündə almışdıq. Onun da bizimlə birlikdə olmasının bir ili tamam olur. Ona görə də dedim ona da edeyim nəsə. Belə bir qab aldım. İndi buna balıq üçün də yığacam tort. Tort deyəndə ki, balaca bir bisküvi. Dedim istədim bunu sizinlə birlikdə eləyək. Elə tortdan qalan artıqlarla belə biraz görüm neynəyəcəm. Bir də ki, mən biskvit bişirəndə uşaqlar nə qədər yalvardılar ki, bizə də saxladarsan biskvitdən, hamısını tort eləmə, bizə də qalsın. Mən də ona görə elə bir sokunu saxlatdım. Dedim, həm səhər uşaqlar yesinlər, həm də balıq üçün də nəsə hazırlayım. Mini tort. Bu şokoladlar dadlı olur. Qarağatım qalmadı. Ona görə qarağatsız eləyəcəm. Oy. Elə bu düşsə yaxşıdır. Bunu da qoyum soyuducuya, sabah bunu da bəzəyəcəm. Belə. Nurayın ad gününə belə bir şar almışdım, helyum şarları ki dolduraq. Amma biləndə ki, bunların birini 8 manata edirlər. Dedim, nəfəsimizə qüvvət. Doldurdum belə. İndi bunları görüm, necə düzəldirəm evdə. Bitər bir cür düzəldəcəm ki, uşağa da xoş görsün. Əslində qəşəng şarlardır. Amma baha eləyirlər də, birini 8 manat nə deməkdir? İşte belə. Ne görüm, bunları neynirəm. Düzü mən özüm simic adam deyiləm, amma elə şeylər var ki, onlara pul verməyə əlim gəlmir də. Buna niyə mən 8 manat pul verim ki, nə var, bu göydən salınacaq. Düzü qız dedi ki, hamısına bir yerdə 20 manat verərsən eləyərəm, amma mən o 20 manat da çoxdur. Yəni bunlara görə elə bilirəm ki, çoxdur. Nəsə eyb yoxdur, göydən qalıb sallanmasa da bir yerə taxaram bunları. Bəzəyərəm, onsuz da görsən Nuray bunları sevinəcək. Elə bilirəm ki, helyum olmasa da olar. Əsl odur ki, doldurdum. İndi birazdan görüm necə bəzəyirəm evi. Bəzəyirəm deyəndə ki, çox şey eləməyəcəm. Bir dənə indi şarları da bir yer tapacağım, qoyacağım. Hər kəsə salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Bilirsiniz ki, qızımın doğum gününə hazırlaşıram. Bundan qabaqki vloqda hazırlıqlarımın birinci hissəsini çəkmişəm. Bu vloqumda isə hazırlıqlarımı tamamlayıram. Burada artıq tortumun biskvitlərini bişirmişəm, qaymağa yığmışam tortumu və qoymuşam soyuducuya ki, dincəlsin. Mən bir gün tortu dincəldirəm, sabahsı gün bəzəyirəm. O hissələrini çəkmədim, çünki səhifəmdə biskvitin hazırlanması olsun, resepti olsun. Yəni elə vloqlar çoxdur. Ona görə bu səfər çəkmədim. Dedim, həm boş-boşuna uzanmasın, siz də darıxmayasınız, həm də mən tez bazar işimi görüm. Çünki video çəkəndə istər-istəməz adamın işi uzanır. Bu balığı keçən il Nurayın doğum gününə görə almışdıq. Çox heyvan istəyirdi. Biz də fikirləşdik ki, hansı heyvanı evdə saxlada bilərik, hansı heyvan bizə əziyyət verməz. Belə qərara gəldik ki, uşağa balıq alaq. Düzü, biz bu balığı alanda fikirləşirdim ki, bu balıq bizdən heç 3 gün yaşamayacaq. Çünki Ayaz hələ onda biraz daha balacaydı. Hər şeyə daha marağı var idi. Dedim, bu balığın başını oyun açacaq. Nuray olsun, Ayaz olsun. Amma maşallah balıq bizlə bir ilini tamamladı. Artıq mən də öyrəşmişəm balığa. Əvvəl hiss eləmirdim sözün düzü ki, evdə nəsə fərqli bir heyvan var, balıq var, diqqət istəyir. Amma indi mənimsəmişəm artıq balığı, naz edirəm, söhbət edirəm arada. Onu da deyim ki, söhbət eləyəndə çönür sənə baxır. Yəni belə şeylər də var. Artıq ailəmizin bir üzvü sayıldığına görə istədim ki, onun üçün də balaca bir nəsə hazırlayım. Onsuz da Nuray üçün tort eləyirəm. Balığı üçün də nəsə eləsəm, düşündüm ki, Nuray da sevinər, özünə də maraqlı olar. Düzü mənim öz ürəyimdən də
gəldi. Nuray da çox sevindi. Balığının tortunu gördü. Ümumiyyətlə öz tortunu çox da sevinmədi, ancaq balığa hazırladığım balaca kek isə çox sevindi. Burada da artıq tortun üzərinə vuracağım dekorları hazırlayıram. Axşamdan hazırladım ki, səhər-səhər mənə daha rahat olsun. Bu arada onu da deyim ki, tortumu malina dolğulu və bol şokoladlı elədim. Bu ikilinin dadı möhtəşəmdir. Bir dəfə yoxlayın, inanın ki, peşman olmayacaqsınız. Tortun modelini Nuray özü seçmişdi. Necə seçmişsə çalışdım ki, elə də hazırlayım. Elə demək olar ki, eynisi oldu. Biraz rəng tonlarında fərqlilik oldu. Amma eybi yox, bu tortu da bəyəndi. Bu şəkillərin bir listinə, yəni bir A4 vərəyinə mənim 1 manat 50 qəpik pulum çıxıb. Təbii ki, qiymətlər dəyişə də bilər. Mən əvvəllər bir listinə 2 manat 50 qəpikdən də alırdım. Amma indi təzə Hövsanda bir yer tapmışam. Orada daha münasib çıxardılar. Gördüyünüz kimi hazırlanması da çox asandır, çox sadədir və tortlarınızı daha da gözəl edir. Belə şəkilləri siz özünüz istədiyiniz formada da çıxarda bilərsiniz. Pankartlar hazırlaya da bilərsiniz. Yəni hər şey sizin ideyanıza və fantaziyanıza bağlıdır. Necə istəsəz elə də hazırlatdıra bilərsiniz. Ən sonda isə tortumun lentləri qalmışdı ki, onu da hazırladım və tortla bağlı hazırlığımı bitirdim. Uzun çək-çövürdən sonra qərara gəldik ki, şarlarımızı belə asaq. Pərdənin işıqlarını da taxdım ki, biraz daha maraqlı olsun. Burada da balığımızın adını deyəsən sizə deməmişdim. Balığımızın adı demək olar ki, tez-tez dəyişir. Axırıncı dəfə adı Alex idi. Mən də yazdım, belə bir lent düzəltdim ona. Onun da bir ili tamam olur. Bunlar mənimdir. Aparacağım indi kuxnaya. Atılanlar atılacaq. Bunlar tortun ləvazmatlarıdır. Belə. Bu da bizim bəzəyimiz. Nurayın padarkasını sifariş eləmişik. Gəlib çatmadı. Heyif ki, gəlib çatmadı. Yoxsa padarkasını da bura qoyardıq. Olsun, eybi yox. Elə bilir ki, alınmadı hədiyyəsi. İndi sabah görsə sevinəcək. Belə. Və artıq səhərdir. Mən həmişə tortları səhər yığıram. Xüsusi bir səbəbi yoxdur, amma belə vərdiş eləmişəm, belə öyrəşmişəm. Ona görə də səhər elə ilk işim tort hazırlıqlarım oldu. Kremlərini hazırladım. Kremlərini əslində biraz daha tünd istəyirdim. Biri biraz daha tünd olmalıydı daha doğrusu. Ancaq ki, ikisi də belə bir-birinə oxşar rəng çıxdı. Heç tortda da düzəməli bilinmədi. Yəni bu boyda əziyyətim elə bilirəm ki, belə hədər oldu. Bu arada tortumun tərkibi malina dolğulu və bol şokoladlı idi. Bu ikilinin dadı möhtəşəmdir. Əgər sınamamızsa mütləq sınayın. İnanın ki, razı qalacaqsınız. İndi 100% bilirəm ki, bir neçə xanım yazacaq ki, o boyda kraskanı kremə tökdü, ziyandı, ay dadında acılıq oldu falan fistan. Mən belə kremləri uşaqlara, ümumiyyətlə rəngli kremləri uşaqlarıma vermirəm. Özüm də hazırlayanda, lap evdəkilər olsun, qonaqlıq olsun, kremini maksimum dərəcədə götürürəm. Mən məsələn anam xoşlayır. Mən kremini götürsəm də anam deyir ki, mənimkinə dəyməm, mən elə belə də yeyəcəm. Yəni bəzi şeylər də zövq məsələsidir. Bunu nəyə görə dedim? Bundan qabaqki vloqumda mən qırmızı krem hazırlamışdım və onun hazırlanmasını çəkib paylaşmışdım. Və təbii ki də qırmızı kremi qırmızı almaq üçün biraz boyadını daha çox tökürsən, toz boyalardırsa daha çox qarışdırırsan boyaları bir-birinə. Mən orada da 3 paçka toz boyanı bir-birinə qatmışdım və qırmızı rəng almışdım. İnanın ki, yorumlarda az qala məni öldürsünlər ki, nəyə lazımdır o boyda kraskanı qatdınız, ziyandı, acı oldu, ay dadı dəhşətdir, belədir, elədir. Elə bilirlər ki, mən o videonu çəkmişəmsə, o kremi qaşıq-qaşıq oturub yemişəm və hamıya da tövsiyə edirəm ki, əladır, siz də eləyin, siz də yeyin. Hərənin öz fikri var, seçimi var. Mən kiminsə fikrinə qarışa bilmərəm, heç qarışma fikrim də yoxdur. Amma nacizanə tüklə demişkən, bir məsləhət verə bilərəm. Tünd rəngli kremlərdən ümumiyyətlə qaçın. Əgər ürəyiniz belə krem istəyirsə, nisbətən açıq rəngli tortlardan, kremlərdən istifadə edib yeyə bilərsiniz. Ancaq ki, tünd rəngli kremləri mən də qəti sizə məsləhət görmürəm. Çünki özüm də hazırlayıram. Elə olur ki, istədiyim rəngi əldə etmək üçün qida boyalarından əlavə boyalarda qatası oluram. Adətən marsipanlarda belə olur. Çünki qida boyası marsipanda biraz fərqli qalır. İstədiyin rəngi almaq çox çətindir ümumiyyətlə marsipanda. Ona görə də belə şeylərdə diqqətli olun. Hər gözünüzə xoş görsənən şey xeyirli olmaya bilər. Elə tortumu hazırlayıb evdən çıxacaqdıq deyə tələsirdi. Ona görə də sağ olsun. Yoldaşım da mənə kömək eləyirdi. Elə bildim kameradan düşmür. Elə ayarlamışdım ki, kameranı
o düşməsin. Amma yenə də oradan buradan düşüb, nə qədər montajda kəssəm də yenə də istər-istəməz kuxnada bir yerdə işləmişik deyə vloquma da düşüb. Tortumun da son görünüşü demək olar ki belədir. Bəyəndiniz yoxsa bəyənmədiniz, fikirlərinizi mütləq yazın. Bu da tortumuzun son halı. Necədir? Bəyəndinizmi? Necə alındı sizcə? Nurayın çox xoşuna gəldi. Biraz tünd istəyirdim əslində. Mənim özümə qalanda. Biraz daha tünd istəyirdim. Amma olsun, bu rəngdə pis deyil. Bu da bizim balığımızın. Balığın da bəxtindən elə onun rənginə uyğun bir şamda tapdım evdə. Dedim qoyum. Qəşəng maraqlı olsun. Belə. Qoyun bunları soyuducuya. Özümüz gedək. Evdəki işlərimizi yekunlaşdırdıq, düşdük yollara. Məncə artıq siz bilirsiniz ki, biz hara gedirik. Yol üstü gəldik Rahat Marketə. Hələ gün ortadır. Dedim biraz bir şey alaq, uşaqlar yesinlər. Gedən kimi olsa su adamı acıqdırır. İstər-istəməz orada da hər şey biraz daha baha olur. Yəni belə, gedək biraz bulka falan alım, yolda yesinlər. Hələ bir saatlıq da yolumuz var. Biraz orada gec atsınlar. Getdik. Əsas məsələ bu ikisini də saldıq bura. Ortalıqda çox gəzməsinlər. Gedək. Heç yerdə tapılmayan bu trend dondurmalar. Burada 6.50'dir. Hər çeşidi var demək olar ki. Yoxlamısınız? Mən yoxlamamışam. Mənə görə bahadır. Əlim gəlmir pul verməyə bu qədər. Getdiyim arasını seçək. Burada da var mangolusu, babıllı. Bunlar da 9-10 manatda paçlı babaca bir şey. Və bunlar da. Bahadır da, mənə görə bahadır, bahadır. Bu var da, başladı götür. Bu tərəflər. Hə, gəlirəm. Bunların da qiymətlərini göstərim sizə. Düzü axtarırdım. Dedim alacağım, tapsam alacağım. Amma indi tapmışam, əlim gəlmir o qədər pul verməyə. Alışverişimizi elədik. Belə bir maraqlı marujna tapdıq. Dedim alım dadına baxaq. Nuray götürdüm. Mən dadına baxacağım. Özümə isə bundan götürdüm. Gedək kassaya. Gəldik. Çatdıq. Gedək. Nə qədər adam var. Gedirik uşaqlar üçün olan akvaparka. Burada da menyunu çəkmişəm ki, təxmini biləsiniz ki, menyuda nə var, nə yox, qiymətləri nə qədərdir. Qiymətlərə gəldikdə isə biz Maybiçə getmişdik. Çox tərifləyirdilər buranı. Giriş böyüklərə 20 manat, həftə içi, həftə sonu isə 25 manatdan ibarət idi. Uşaqlara isə 6 yaşa qədər pulsuz, 6 yaşdan sonra isə ödənişli idi. Ödənişin içərisində dəsmal, lijanka pulsuzdur, ancaq ki, şkafa görə 5 manat depozit qoyursunuz və sonda həmin pulunuzu təzədən götürürsünüz. Biz həftə içi getmişdik, amma buna baxmayaraq adam çox idi. Uşaqlar pizza istəyirdilər. Biz də pizza zakaz vermək istədik, amma dedilər ki, sifarişlər çoxdur, 2 saat gözləməli olacaqsınız. Biz də fikrimizdən daşındıq və kabab zakaz elədik. Uşaqlar səhərdən sudadılar, yanmasalar yaxşıdır. Düzdür, kremlərini vururam tez-tez, amma yenə də. Bayaq baxıram ki, orada yenə millət dolub. Asfalta dolu. Hələ bu yaxşıdır. Bu cəmaatdan o bu hissəsində də var idi. Ona niyə bilmədik? Eybi yoxdur. Çinmək üçün olan yer bundan ibarətdir və qapıları da bağlanmırdı, suları da bumbuz idi, yəni biabırçılıq idi. Ümumilikdə götürsək, əgər səviyyəli, ailəvi yer axtarırsınızsa, bura gəlməyin. Onu da unutdum deməyə ki, avtodayanacaq pulsuz idi və məkanın tərkibində bir yerlənçək var idi ki, o da ödənişlə idi. Ümumilikdə götürsək, mən buranı bəyənmədim. Təmizliyi və razıvalkası bərbad. Nəhayət ki, gəldik, çatdıq evimizə. Bacım ki, gəlib, aşağıdadılar, həyətdədirlər. Mən dedim, gəlin bir dənə tez bazar çayı qoyun, buraları rahatlayım. Tortumu belə qoydum. İndi düşəcəm mən də aşağı bunlarla. Qoy çayını dəlliyim, düşüm. Fişəng yadımdan çıxmışdı almağa. Getdim, 2 daşın arasında fişəng də tapdım. Bu da tortum. Bunu biraz qaldırım, xalciniyə qoyanda salmışdım aşağı. Belə. Ev təmizdir.
Kababları ləzzətli idi, dadlı idi, amma ailəlisinizsə, uşaqlısınızsa, oradakı ümumi şərait sizə yaramır. Subay adama təbii ki, hər yerdə yaşıl işıqdır. Nəhayət ki, gec də olsa yığışdıq, tortumuzu üflədik, kəsdik, yedik. Sizdə də belə uşaqları tort üfləyəndə dalaşırlar, dava çıxır, yoxsa yox. Bizdə bir dava düşdü ki, bilmədik hansını sakitləşdirək. İndiki uşaqları razı salmaq çox çətin məsələdir. Böyük balacaya qarışdı, balaca böyüyə qarışdı. Nəysə ki, sonda sakitçilik oldu, sülh bağlandı. Tortumun da iç görünüşü belədir. Mən tortumu 5 qatlı eləmişdim. Qonaqlarım getdilər. Mən də başlayım yer yığışa. Nuray deyir ki, Nuray bugün o qədər padarka alıb. Deyir ki, bugün mənə hamı hörmətlə deyir, yanaşır. Deyirəm, sağ ol Nuray. Nəsə, başlayaq yığışdırmağa. Yemək, içmək yaxşıdır. Bu bir dənə yığışdırmaq teması olmasın. Belə, başlayaq yavaş-yavaş. İşlərimizi görək. Stolda qalan tortlar uşaqların payı idi. Başları oynamaq o qədər qarışdı ki, demək olar ki, tort yemədilər. Səhər Nuray mənə deyir ki, mama, tort necə çıxmışdı? Mən heç öz kromi tortumdan yemədim. Ortalığı sizinlə birgə yığışdırdım, ancaq qabları sizdən gizlin yudum. Artıq çox gec idi. Mən ümumiyyətlə nə olursa olsun, mətbəxdə qab saxlatmıram, mütləq yumalıyam. Qabım da çox idi və telefonu qoydum qırağa ki, tez bazar yuyum, çıxsın əldən. Doğrudan da çəkilişlə iş görəndə adamın işi çox uzanır. Mən ümumiyyətlə axşamdan səhərə iş saxlatmağı xoşlamıram. Nə olursa olsun, maksimum çalışıram ki, evi səhərə təmiz qoyum. Çünki səhərin öz səhər işi var. Axşamın işi də səhərə qalanda aləm dəyir bir-birinə. Səhər duran kimi də ilk iş yerlərimizi yığıram və ev olur səliqəli. Əlavə işlər olsun, rutin işlər olsun, onlar da çıxdıqca həll edirəm ki, üst-üstə yığılmasın və elə daha az yoruluram. Yəni mənim gündəlik rejimim belədir. Vloqum haqqında da fikirlərinizi mütləq mənimlə bölüşün. Bilirsiniz ki, sevə-sevə oxuyuram. Bilmirəm bu vloqum sizin üçün nə qədər maraqlı oldu və yaxud olmadı. Yenə də sona kimi izlədiyinizə görə çox sizə öz təşəkkürümü bildirirəm. Bu dəfəlik də bu qədər. Allaha əmanət olun, sağ olun.